bürcü 26 noyabr 2025-ci il qətiyyətiniz və xırda məsələlərə enerji sərf etməmək bacarığınız sayəsində bugün çox iş görə biləcəksiniz. Amma işə başlamazdan əvvəl bugün nəyin həqiqətən vacib olduğunu, nəyin isə gözləyə biləcəyini müəyyənləşdirmək lazımdır. Fəaliyyət planı hazırlamadan vəziyyətə uyğun hərəkət etməyə çalışan qoçlar vaxtlarını ikinci dərəcəli işlərə sərf edib əsas məsələlərə çata bilməyə bilərlər. İş yerində fikir ayrılıqları mümkündür. Xüsusilə rəhbərliklə və karyera baxımından önəmli şəxslərlə anlaşmaq çətin ola bilər. İşgüzar tərəfdaşlarınız hər məsələdə sizinlə razılaşmasalar da onları öz haqlılığınıza inandırmaq o qədər də çətin olmayacaq. Buğa bürcü 26 noyabr 2025-ci il gün vacib bir işi tamamlamanız və son vaxtlar tez-tez düşündüyünüz məsələni həll etməniz üçün münasibdir. Çox şey düşündüyünüzdən daha asan olacaq və çəkdiyiniz zəhmətin nəticəsi gözlədiyinizi dəfələrlə üstələyə bilər. İşgüzar görüşlər yaxşı keçəcək, doğru ton tutacaq, düzgün davranış xətti seçəcək və ən tələbkar insanlarda belə müsbət təəssürat yaradacaqsınız. Hətta yaxın vaxtadək rəqib saydıqlarınız belə sizə sərfəli əməkdaşlıq təklif edə bilərlər. Cəmlənmə, detallara diqqət tələb edən işlər bir qədər çətin görünə bilər. Daha maraqlı mövzuya keçmək və yaradıcı işlə məşğul olmaq istəyi güclü olacaq. Lakin yarımçıq qoyulan işlər bugün xüsusilə arzu olunmazdır. Əgər hansısa darıxdırıcı, amma faydalı işə başlamısınızsa, onu mütləq tamamlayın. Əkizlər bürcü 26 noyabr 2025-ci il. Nə qədər tələsmək istəsəniz də özünüzü ələ alın. Tələskənliyə yol verməyin. Hadisələr sizə çox ləng inkişaf etmiş kimi görünə bilər. Ətrafınızdakıların sizi yubatdığını düşünə bilərsiniz. Amma tələsik qərarlar yalnız problemlər yaradacaq. Buna görə də səbirli olmaq daha faydalıdır. İşgüzar münasibətlərdə dəyişikliklər mümkündür. Əvvəllər əməkdaşlıq etməyə hazır olmayan insanlar bu dəfə özləri təşəbbüs göstərə bilər. Əvəzində etibarlı hesab etdiyiniz biri sizi yarı yolda qoya bilər. Fikir ayrılığı yaransa öz mövqeyinizi sakit və qətiyyətlə müdafiə edin. Onda ortaq dil tapmaq mümkün olacaq. Planlı hərəkət edən əkizlər günün nəticələri ilə daha rahat baş edəcək. Gün improvizə üçün münasib deyil. Şübhəli situasiyalarda yaşca böyük qohumlardan və təcrübəsinə güvəndiyiniz insanlardan məsləhət almaq yaxşıdır. Xərçəng bürcü 26 noyabr 2025-ci il. Narahat olmaq üçün heç bir səbəb olmayacaq. Gün uğurlu keçəcək və çoxlu sevincli anlar gətirəcək. Əvvəldən başladığınız işləri tamamlayacaq. Çətin tapşırıqları həll edəcək. Ünsiyyətdə olduğunuz insanlar arasında özünüzü rahat hiss edəcəksiniz. Bir çox xərçənglər bugün həmkarları ilə daha yaxşı anlaşacaq. Rəhbərlik və yeni tərəfdaşlarla tez dil taparaq adi işlərlə yanaşı yeni tapşırıqları da uğurla yerinə yetirəcəklər. Yaxşı tanışlıqlar mümkündür. Həmçinin haqqında çox müsbət şeylər eşitdiyiniz biri ilə görüş şansı yaranacaq. Kiməsə güclü təəssürat yaratmaq istəyirdinizsə, bugün ideal gündür. Romantik münasibətlərin başlaması da mümkündür. Onlar sürətlə inkişaf edib ciddi mərhələyə keçə bilər. Şir bürcü 26 noyabr 2025-ci il. Bugün üçün çox böyük planlar qurmağa dəyməz. Onların həyata keçməsi çətin ola bilər. Kiçik, real tapşırıqlardan başlayın. Səhər saatlarında tək işləmək daha rahat olacaq. Uzun izahatlar və gərgin ünsiyyətdən qaçmış olacaqsınız. Günortaya yaxın ətrafdakılarla dil tapmaq daha asanlaşacaq. Sizi dəstəkləməyə hazır olan insanlar çıxacaq. Əvvəl rəsmi xarakter daşıyan münasibətlər daha səmimi olacaq. Bugün oxumaq, yeni məlumatları mənimsəmək çətin olacaq. Cəmləşmək asan olmayacaq. Buna görə də nəyisə unutmaq və ya vacib detalı gözdən qaçırmaq riski var. Bu isə maliyyə məsələlərinin həllini çətinləşdirir. Mümkünsə planlaşdırılmamış xərclərdən uzaq durun. Qız bürcü 26 noyabr 2025-ci il. Tələsi hərəkət etməmək çətin olacaq. Məqsədlərinizə bir an əvvəl çatmaq istəyəcəksiniz. Amma həddindən artıq tələskənlik vacib detalları gözdən qaçırmağınıza səbəb ola bilər. Bugün yanınızda şübhəli şəxslər çox ola bilər və sizin səhvinizdən istifadə etməyə çalışa bilərlər. Buna görə də mühüm addım atmadan, sənəd imzalamadan və öhdəlik götürmədən əvvəl bir daha düşünün. Zəif məqamlara görə planlarınızı yenidən qiymətləndirə bilərsiniz. Bəzi qızlar üçün bugün çətin maliyyə məsələlərinin həlli lazım olacaq. Xərclər arta bilər və bu zaman məsləhət verəcək adam tapılmaya bilər. Öz təcrübənizə və sağlam düşüncənizə güvənmək daha yaxşıdır. Tərəzi bürcü 26 noyabr
2025-ci il. Bugün böyük qələbələr və bütün problemlərin bir anda həlli üçün uyğun deyil. Amma ümumi götürəndə kifayət qədər uğurlu keçəcək. Son vaxtlar yığılan xırda tapşırıqlardan başlayın. Onları tez əldə edib özünüzü daha sərbəst hiss edəcəksiniz. Yeni tanışlıqlar da işlərinizdə kömək edə bilər. Onlarla tez dostlaşmaq mümkündür. Romantik münasibətlərin başlaması ehtimalı az olsa da mümkündür. Günköyünə əlaqələri bərpa etmək üçün münasibdir. Xüsusilə işgüzar münasibətləri. Keçmiş həmkarlar maraqlı təkliflərlə çıxış edə bilər. Məhz onların sayəsində yaxın dostlarda qazanc və peşəkar irəliləyiş əldə edə bilərsiniz. Əqrəb bürcü 26 noyabr 2025-ci il. Hər şey yaxşı alınır. Çətin bir məsələnin öhdəsindən gəlmək üçün doğru məqamdır. Birazdan problemin həlli və kimdən kömək ala biləcəyiniz aydın olacaq. Xüsusilə yaradıcı yanaşma tələb edən işlərdə çox uğurlu olacaqsınız. Yeni ideya lazımdır, mütləq yaranacaq. Hər yolu tapmaq lazımdır, elə sizlikdir. Başqaları da sizin fikirlərinizi yüksək qiymətləndirəcək. Bugün bir çox əqrəblərin kommersiya hissi güclənəcək. Hətta ticarətlə heç vaxt məşğul olmayanlar belə pullarla necə düzgün davranmalı olduqlarını anlayacaqlar. Günün ikinci yarısı alış-veriş üçün xüsusilə uğurludur. Oxatan bürcü 26 noyabr 2025-ci il. Bugün eyni anda müxtəlif işlər diqqət tələb edə bilər. Başqası belə vəziyyətdə çaşqınlıq keçirərdi. Amma siz sakit qalacaq və hər şeyə çıxış yolu tapacaqsınız. Köhnə dostlardan dəstək ala bilərsiniz. Amma vacib məsələləri yenə də özünüz həll etməli olacaqsınız. Xırda anlaşılmazlıqlar, gecikmələr və qarışıqlıqlar mümkündür. Hətta sizi həmişə dəstəkləyən insanlar bu dəfə sözünə əməl etməyə bilər. Bu ciddi problem yaratmasa da sizi biraz gərgin edə bilər. Gözlənilməz xərclər mümkündür. Oğlaq bürcü 26 noyabr 2025-ci il. Günün əvvəlində gələn xəbərlər sizi narahat edə bilər. Amma emosional reaksiya verməyə tələsməyin. Məlumatları yoxlayın. Kimsə bilmədən sizi yanlış istiqamətə yönləndirə bilər. Məsləhətlərə də ehtiyatla yanaşın. Xüsusilə də sizi yaxşı tanımayan insanlardan gəlirsə, yalnız öz intuisiyanıza və təcrübənizə güvənsəniz vəziyyətdən daha fayda götürə bilərsiniz. İşdə həmkarlarla və rəhbərlik ilə anlaşmaq həmişəkindən çətin olacaq. Vacib məsələləri müzakirə etmək üçün ən münasib vaxt günortadır. Amma sonradan razılaşmalar dəyişə bilər. Axşam isə şəxsi həyat və istirahət üçün əla vaxtdır. Dolça bürcü 26 noyabr 2025-ci il. Bugün tanış başa düşülən, faydalı işlər üçün münasibdir. Dəqiqlik və diqqət tələb edən tapşırıqları asanlıqla görə biləcəksiniz. Sizə mane olmayacaq və lazım gələrsə, köhnə və yeni tanışlar kömək edəcək. Günortaya yaxın maraqlı ideyalar yarana bilər. İndi yox, biraz sonra onlara qayıdıb həyata keçirə biləcəksiniz. Ev içində kiçik anlaşılmazlıqlar mümkündür. Çox güman, söhbət ailə ilə bağlı maliyyə məsələlərindən gedəcək. Bəzən problemi həll etmək üçün gözlənilməz xərclər lazım ola bilər. Tələsməsəniz düzgün qərar verə biləcəksiniz. Balıqlar bürcü 26 noyabr 2025-ci il. Bugün uzun müddətdir üzərində işlədiyiniz çətin işləri uğurla başa çatdırmaq mümkündür. Həmçinin əvvəllər alınmayan bir məsələni yenidən sınayıb yaxşı nəticə əldə edə bilərsiniz. Qətiyyət göstərən balıqlar rəqiblər üzərində ciddi üstünlük qazana və sizi narahat edən insanları zərərsizləşdirə biləcəklər. Yeni biznes barədə düşünən balıqlar üçün də bugün məhsuldar olacaq. Hələlik konkret addımlar üçün tezdir, amma planlar haqqında düşünmək və qərarları dəqiqləşdirmək olar.